Salam, hörmətli tələbələr və reca həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir sualla qarşınızdayım. Bizə bildirilir ki, 9x kvadrat üstəgəl 5x bərabərdir 0 tənliyinin köklər cəmini və hasilini tapın. Uşaqlar, burada deməli məsələ nədir? Məsələ ondan ibarətdir ki, biz birinci bunu 0-a bərabər edəməliyik və hər ikisinin ortaq vurğu x-dir. X-i çıxarıq mötərizə xaricinə. Qalır 9x plus 5 bərabərdir 0. Əgər hasildə 0-a varsa, deməli vurğulardan hər hansı biri 0-a bərabərdir. Onda birinci x-i bərabərlik 0-a, elə ki x1 0 olsun. Sonra da bu ikinci vurğu bərabər eləyir 0-a. 9x plus 5-i bərabər eləyir 0-a. 9x bərabər olur mənfi 5-ə, x də bərabər olur mənfi 9 ilə 5-ə. Deməli x2 də mənfi 9 ilə 5-dir. Mənə deyir, bunun cəmini və hasilini tap. Onda köklərin cəmi nə olar? 0 üstə gəl mənfi 9 ilə 5, mənə verəcəyinə mənfi 9 ilə 5. Deməli, vuranda da 0 vuran mənfi 9 ilə 5 alıram 0. Yəni, bu qədər sadə. Bu tip suallar uşaqlar hədəf kitablarında daha çox qarşınıza çıxa bilər. Bundan əlavə olaraq sınav imtahanlarında da siz bu tip suallarla rastlaşa bilərsiniz. Video xoşunuza gəlirsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik.